Pasientimiz bizə kəskin ağrılar şikayəti ilə daxil olmuş. Anal bölgədə böyük bir sıxıntının olması. Deməsinə görə 10 gündür bu problemi yaşayır. Ağır fiziki əməkdən sonra bu halı yaranıb. Anamnezində uzun müddətli babasel problemləri olub. Baxış zamanı burada seyirlik işanın düz bağırsağın sallanması, tromblaşması və qanaxması var. Təbii ki, təcili əməliyyat göstərişidir. Həm qanaxma, həm nekrozlaşma getdiyinə görə. Xəstəmiz əməliyyat masasındadır. Kolonoskop etdik, xəstədə əlavə bir problemləri göstərərik. Əməliyyat tövsiyə bu vəziyyətə çatdırıb gəlməyin. Xəstə 10 günlük ağrıdan, çox kəskin bir ağrıdan artıq heç bir ağrı kəsicilər də təsir etmir. Önümüzde var. Əməliyyat sona çatdı. 20 dəqiqə ərzində xəstəni bu problemdən qurtuldu. Şükürlər olsun. 10 ildir bu problemlə yaşayır. Son 10 gün ərzində artıq ağır fiziki yükdən sonra bağırsaq çölə çıxır, nekrozlaşır və qanaxma dəfələrlə də müalicələri, özünün müalicəsi və aptek müalicələri almış, effektivi təbii ki olmuş. Təbii ki, belə bir problem olarsa vaxtında ixtisas mütəxəssislərə, yəni kardioloqlara müraciət mütləq.